Dostlar, peyvənd videosunun davamı ilə gəlmişik. Deməli, bugün bizim Minnoşa rotavirus peyvəndi vurduracağıq. Özüm bu peyvəndlərin hamısını vurub sosial mediada paylaşıram ki, peyvənd vurdurmayanlar, peyvənddən qorxanlar mütləq bebişlərinə peyvənd vurdursunlar. 3.5 aylığıq şu an və hocalarımız Gülnar Hoca'nın, Elnur Hoca'nın dediyinə görə rotavirus aşısı olmalıdır. Azərbaycanda peyvənd sistemində yoxdur mən bilən, düzdür mü hoca? Rutin peyvənd proqramında yoxdur, ancaq məsləhət görülür. Daha öncə yəni proqramda hal-hazırda olan peyvəndlərdə zamanında məsləhət görülüb, sonra proqrama daxil olub. Muhtemelen gələcəkdə rotavirus və meningit peyvəndlərin də proqrama daxil olacağı gözlənilir zaten. İşte bunu deməli ağzından tökəcəyik, düzdür mü? Bəli. Yaxşı tökərsən Minnoş. Gel görüm hara yatıraq uşağımızı. Balam, qorxmursan balam. Gel görüm axalatı görəndə qorxma. Anam da axalatlardan. Geçti biri başınaca. Zaten burada miktar çok değil, uşağın yaşına uygundur. 1-2 milim olur. Neçə damız tökərsən hocam? Tamam. Tamam. Bir tamamda burada şey var ama damla şeklinde yavaş yavaş ağzına tətbiq edəcək. Can, oynamaz. Yudması lazımdır yavaş O da yavaş. zaten. Çox birdən-birə edilsə aspirasiya edə bilər, canlı peyvənddir. Az tökürük. Tatlıdır balam. Muhtemelen. Tatlıdır, ver mən də içim. Bizim vaxtımızda yox idi belə peyvəndlər. Sizin yaşınız keçib. Valla bizim yaşımız keçib də. Bu peyvənddə belədir, ilk dozasını gecikdirməmək lazımdır. Əgər gecikdirilərsə vurmuruq ona görə. Deməli hoca 4 aya qədər eləmək lazımdır ha bunu. Can, xoşuna mı gəldi? Tatlıdır. Hə? Ananın südündən tatlıdır. Yalancı səni. Səni yalancı gülürük. Can yanmış. 16 həftədən keçməməsi lazım. İlk dozanın vaxtından. Ən erkəndə 6 həftəsində eləmək olar. Hoca bu nədən qoruyur uşaqları? Bu rotavirus infeksiyasından qoruyur uşaqları. Rotavirusda nə olur? Nə baş verir? Rotavirus ishalları uzun çəkən ishallardan biridir. Yəni 2 həftəyə qədər ishalı davam edə bilər uşaq. Gastroenterit tablosu kimi biridir. Temperatur da ola bilər bəzən. Burada məsələ nədir? Körpə uşaqlar dehidratasiya körpə uşaqlar üçün daha təhlükəli olduğu üçün, yəni bol şey eləməyə, ishal olmağa dehidratasiya səbəb ola bilər və əgər uşaqlar qusmasa belə valideyn çox ciddi narahatlıq keçirir ki, uşağın ishalı düzəlmədi. Belə ishallardan qorumaq üçün. İshaldan qoruyur da o şey. Bəli, rotavirus infeksiyasından qoruyur. Hoca biraz çölə töküldü, ona ayırırsan. Ona rahat olun, artıqlamasından doza qoyulur burada. Burada bir kızımız var. Canlı peyvənd. Canlı peyvənd dediniz, düzdürmü? Evdə indi nə problemlər olsa biz həkimə müraciət eləyin, nə ola bilər bugün? Belə deyim, canlı peyvənd olduğu üçün, yəni bu həmin xəstəliyin viruslarını alıb vermiş oluruq uşağa canlı şəkildə, ancaq bu real xəstəlikdən fərqli cəhəti nədir? Simptomlar ya heç olmur, ya da çox yüngül olur. Yəni yüngül əlamətlər, rotavirus infeksiyasının yüngül əlamətlərini göstərə bilər. Qızdırmadan ola bilər. Ola bilər, az miqdarda qarnı açıla bilər. Normaldır bunlar. Əsas odur ki, uşağın buna qarşı immuniteti gücləndi, yəni bu xəstəliyə qarşı immunitet qazanmış oldu. Amma ki bu deyə. Ötdüdüm Biraz bəni. da tökdü. Hoca bu aclığı nətər dayanacaq? Dayanacaq. Mənim balam acından qırılır, qalmaz buralar. Biraz gözləyin. Yemək məsələsində tələsməyin, səbirli olun. Yəni qusu biləməsini istəmirik peyvənddən sonra. Çünki mədə bağırsaq sisteminə gedən peyvənddir. Hamısını tökdü. Qusarsan, damcısına qədər. Aferin sənə cavan oğlan. Aferin sənə. Rotavirus peyvəndimizi almış Peyvəndi olduq. oldun mu? Sağlam ol. Həmişə sağlam ol. Sağlam yaşa. Bir ay sonra ikinci dozası üçün plan yapalım hocam. Çık bir beşlik anaya. Anaya bir beşlik çak bakalım.